Gözaltı işıq dolğusu. İyun ayında da yanaq dolğusu etmişəm. Gözaltı işıq dolğunuz yaxşıdır. Hər kim elibsə əllərinə sağlıq, bəyəndim. Yanaqlarınız da qəşəngdir. Sadəcə olaraq yəqin ki, əvvəldən asimetriyanız olub. Bir damcı buradan böyükdür. Bilmirəm, onu siz özünüzdə görürsünüz yoxsa. Bura balacadır. Balacadır. Bura hündürdədir. O xanım elə bir dedi ki, bura balacadır. Bura çoxludur. Ona görə. Amma indi də yəni bura mənə hündür gəldi. Buranız azacıq. Yəni onu korreksiya düzəldə bilərəm. Ağız ətrafı məsləhət görürəm sizə. Ağız ətrafınız düşür. Azacıq gicgah istəyərdim eləmək, qaşınızı qaldırmaq. Məsələn, bəzi pasientlərim var, gəlir ki, qaşımı qaldır gicgah, onlarda yer olmur. Amma məsələn, bax sizdə gicgaha yer var, gicgah eləyə bilərsiniz. Buradan belə çəkib göz ola bilərsiniz, qaşınız qalxa bilər. Botoksunuzu nə vaxt eləmişsiniz? 1 il artıq olacaq. Bir dənə hirslənin, qaldırın. Botoks eləyə bilərəm sizə. Botoks eləyə bilərəm. Bir də istəsəniz, yəni 5 nöqtə eləyə bilərəm. Dərinizə falan, rənginə, nəmlənməsinə, makyajın qəşəng oturması üçün bunları eləyə bilərsiniz. Əslində, Gərxan, o siz deyirsiniz gicgah dolğusu. Mən hər zaman güzgüdə baxanda, bu nahiyəmdə artanda, baxıram ki, xoşuma gəlir. Ağız ətrafım yoxa çıxır. Yəni o hissə olmur artıq. Elə düşünürəm ki, bu olandan sonra gicgah dolğusu, elə bilirəm botoksa ehtiyac qalmır. Güləndə elə bir ki, biraz süni də görünməyə istəmirəm. Siz botoksu eləmişdiniz, 1 il əvvəl bəyənmişdiniz o botoksu? Bəyənirəm ilk gün, yəni bir neçə ay sonradan açılır, o etapda sevirəm. Çünki onda çox donuram belə. O dolmaq istəmirsinizsə, məsələn, biz happy botoks deyirik. Happy botoks istəyirsiniz, yəni biz onu yüngül eləyirik, onda bütün mimikalar oynayır. Amma yəni bax, konsultasiyalarımda da deyirəm, bax buradan da deyirəm, xanımlarımız var eynən sizin kimi. Yəni biz bunun artıq dəfələrlə şahidi olmuşuq da. Sonra deyirlər ki, dondur. Bax, hamısına happy botoks eləyirəm, yəni qaşda oynayır, istədiyi mimikadadılar, amma sonra 15 gündən sonra ki, bura korreksiya deyir, yo, dondur. Baxırsan ki, yenə də getdilər özləri sünniliyə. Mən yenə də, bax, sizə də onu eləyə bilərəm. Qaşlarınız oynayacaq, güləndə burada mimika, hər şey qalacaq. Amma 15 gündən sonra siz nə qərar verəcəksiniz, onu mən bir şey deyə bilmərəm. Onda necə etsək, gicgah dolğusu üçün başlasaq? Başlayaq. Bu hissə tam aradan qalxacaq. Etap eləmək istəyirsinizsə, istəyirsiniz bugün sizə gicgahı eləyim, baxın. Sizi qane eləsə belə qalın. Gicgah dolğusu 2 il qalıcılığı var. Yox, qane eləməsə, qırışlarınızı falan yenə narahat eləsə, onda gələrsiniz, yenə botoks hər zaman eləmək olur. Eləyərəm sizə botoks.